Dostlar, bugün sizlerle beraber 3. sınıf İngiliz dili 3. sınıf ve 2. sınıfın İngiliz dili derslerini çalışacağız. Şimdi gelin birlikte yazak. Bir dakika. Bəli, şimdi yazacağız. Mom. Bir dakika, xət çəkmək yadımdan çıxdı. Bura bura tərcüməsi. Bəli, dostlar, yetişmədi. Tərcüməsi yazmışam. Burada deyilişi. Ben bunların hamısını yadımı keçmişəm. Yadımda qaldı da. Dostlar, ona baxın. Qaraca. Dostlar, hələ ağacıya baxın. Yemək axtarır özünə. Duyvalar. Qaraca. Ağacıya baxın. Ağaçları görsətdə nə? Həyasız tanır. Ay qız, bilirsiniz dostlar. Əlmən ikisini də cırmaladı. Burada yazan söz. Bunları yazmayın. Bu zaten lüğətimizdə var. Baxın, lüğətimizi gör. Belə lüğətimiz var. Əlbəttə ki, hamımızda. Bəli, İndi başlayırıq. Baxın, gördüyünüz kimi lüğətimizin üzü belədir. Bir dəqiqə. Bəli. İndi sözümüz mom. Mom yani mom da yazabilirsiniz ama isterseniz mağaza yazın. Mağaza da ata demektir. Faze diyebilirsiniz ata. Faze. Sister. Brought here. Ben ancaq dərsdən məşğulam, amma sizin üçün dərslərimi sizinlə də bölüşürəm. Qaraca. Dostlar,